Salam, əziz izləyicilər. Sizinlə çoxdan görüşmürdük. Bir xeyli vaxtdır ki, videolar paylaşmırdıq. Artıq yeni videoların paylaşmasının zamanı gəlib çatıb. Niyə zamanı gəlib çatıb deyirəm? Çünki hal-hazırki dövr olduqca mühüm bir dövrdür. Yəni, hal-hazırda yer kürəsində gedən proseslər, kainatda baş verən və bugünümüz və gələcəyimiz üçün önəmli zəmin hazırlayan proseslər gedir ki, o prosesləri dərk etmədən, anlamadan yaşamaq və rahat yaşamaq, gələcəyi qurmaq bir qədər çətin görünür. O adamlara çətin görünür ki, onlar hal-hazırda baş verən prosesləri dərk eləmirlər. Amma indiki zamanda baş verən prosesləri dərk edən hər kəs gələcəkdən çox əmindir, çox rahatdır. Həm sağlamlıq baxımından, həm maddi rifah baxımından, həm də münasibətlər baxımından. Nədir bugünkü dövrün xüsusiyyətləri hal-hazırda? Hal-hazırki dövrün xüsusiyyətləri kənardan baxanda böyük bir xaos kimi görünür. Yəni, dövlətlər arasındakı münasibətlərdə gərginləşmələr, insanlar arasındakı münasibətlərdə gərginləşmələr, gündəlik həyatda maddi çətinliklər kimi görünə bilən bahalaşmalar filan və başqa bu kimi problemlər, eyni zamanda iş, qazanc, gündəlik rifah, istirahət, nəqliyyat problemi, yaşayış problemi, bunlar çoxsaylı böyük bir demək, sayla hesablasaq, çox böyük bir rəqəmə gətirib çıxaran problemlər kompleksi yaradar. Və bu da insanları qorxudur. Bu da insanları rahatsız edir. Amma bunların köklü səbəbləri var. O köklü səbəbləri biləndən sonra o qorxular, o rahatsızlıqlar hamısı aradan qalxacaq. Əvvəla onu deyim ki, bütün qorxuların, rahatsızlıqların kökü insanın özündən, öz içindən, psixologiyasından gəlir. Yəni, içində qorxu, rahatsızlıq, gələcək qorxusu, yaşam qorxusu, maddi rifah qorxusu olan insanların fiziki aləmdə də eyni qorxularla üzləşəcəyi və eyni problemlərlə üzləşəcəyi şərtsizdir. Bunu elmdə sübut eləyir, bunu ezoterikada min illərdir deyir ki, bizim ətrafımızda bizim öz həyatımızı, öz məkanımızı və münasibətlərimizi biz özümüz yaradırıq. Yəni, daim maddi çətinlik qorxusu ilə yaşayan insan kainata ötürdüyü onun mesajlar mənim üçün çətindir, pul qazanmaq çətindir, yaşamaq çətindir, ailə saxlamaq çətindir, bu çətindir, çətindir, çətindir ifadələrini hər dəfə onlar eşitdikcə, göndərdikcə kainat da onu güzgü kimi onun özünə əks elətdirir və həyatında o çətinlikləri göstərir. Çünki kainat ancaq güzgü kimi hər şeyi əks elətdirir. Sənin düşüncələrinin güzgüsü kimi. Nə düşünürsənsə, onu yaşayacaqsan. Necə düşünürsənsə, həyatında elə olacaq. Və bugünkü çətinliklərin də kökü daima insanlara təbliğ elədikləri kütləvi informasiya vasitələrinin, demək, televiziyaların ekranlarından, demək, sosial şəbəkələrdən mütəmadi olaraq insanların beyninə qaranlıq güclərin yeritdiyi qorxu, çətinlik, problem, aclıq qorxusu, qıtlıq qorxusu filan bu kimi qorxular daima insanların beyninə yeridilir, proqramlar və insanlar da buna inanır. Bu da kollektiv şuuraltının əsasını yaradır və insanların böyük əksəriyyəti o qorxu içində yaşayır.
Amma insanların içərisində təxminən 1%-ə yaxını, yəni hər 100 adamdan təxminən biri, bəzən daha çox adamdan biri, yəni 200 adamdan biri, 0,5% eləyir bu. Oyanmışlar sayılır. Onlar artıq psixologiyanı da anlayır, onlar artıq ezoterikanı da anlayır, həyatın gedişini də anlayır, kvant fizikasını da anlayır, yerin 5-ci boyuta yüksəlişini də anlayır, insanların kvant keçidi eləməsini də anlayır və sağlamlığın kökünü, mənbəyinin insanın özündə, öz içində, düşüncələrində olduğunu da anlayır. Qorxulardan tamam azad olub o insanlar, hansı ki o dediyim 0,5-1% insanlar. Və onlar o qorxuları yaşamadan sağlıqlı, normal, düzgün və gələcək haqqında heç bir problemi olmadan yaşayırlar. Onlar ən böyük xaosun içində olsalar belə öz daxili rahatlıqlarını qorumaqla sakit, rahat yaşaya bilirlər. Hal-hazırki dövr, bax bu indi yaşadığımız bu günlər, yəni mən ona görə bu videonu əsasən ərsəyə gətirirəm ki, bax bu günlərin demək mahiyyəti anlaşılsın. Bu günlər, yəni sentyabr ayının 21-nə qədər bu gündə daxil olmaqla və bu başlayıb ayın 8-dən bu qaranlıq dəhliz deyilən dövr. Qaranlıq dəhliz deyilən dövr sentyabrın 8-dən ay tutulmasından başlayıb və bu ayın 21-nə qədər, günəş tutulmasına qədər davam eləyəcək və bu dövr karmaların üzə çıxması, negativlərin yanması, insanların şəfalanması, oyanması, vibrasiya səviyyələrinin yüksəlməsi və bir çox insanların, oyananlardan söhbət gedir, 5-ci boyuta yüksəlməsi prosesi baş verir. Və bu proseslərin içərisində insanlar çoxsaylı müxtəlif simptomlarla rastlaşır. Ağrılar, bədənin müxtəlif yerlərində qəfil başlayan qaşıntılar, şişkinliklər, qızartılar, səpkilər, mədə-bağırsaqda gedən çoxsaylı pozulmalar, qəbizlik, köklük, bəzən ishab, yuxunun pozulmaları, gecə tez-tez ayılmalar, çox bəzən fantastik dərəcədə qorxulu görünən, bəzən isə fantastik dərəcədə real görünən yuxular, baş ağrıları, ürək-damar sistemindəki problemlər, qan təzyiqinin tez-tez oynaması, eyni zamanda böyrək sisteminin, yəni sidik cinsiyyət sisteminin problemləri, çoxsaylı problemlər kompleksi qısa bir zamanda insanlarda baş verir, aradan qalxır. Daha çox bunların içərisində ən çox rast gəlinənlərdən bir də nəfəs darlığı, öskürəklər, boğazda narahatçılıqlar, bəzilərində temperaturun qəflətən yüksəlməsi və sonra düşməsi, bu kimi problemlər gedir. Biləsiniz ki, bu əlamətlərin böyük əksəriyyəti, yəni bəlkə 90-95%-i həmən gedən bu yüksəlişin, bu karmaların təmizlənməsinin əlamətləridir. Bunları bir xəstəlik kimi hesab eləyib, qorxub və həkimlərin də çox böyük həvəslə yazdığı o reseptləri də sizə verdiyi o dərmanlar siyahısı ki var, o siyahıda olan dərmanları alıb qəbul eləməyin. Onlar əksinə sizin orqanizminiz üçün əlavə problem yaradır. Çünki onları bədən o kimyəvi maddələri də təmizləmək üçün əlavə enerji sərf eləyir, güc sərf eləyir və o kimyəvi vasitələr də sizi heç bir sağlamlığa qovuşdurmur. Bunu açıq-açıq deyirəm. Baxmayaraq ki, mən özüm 50 ilə yaxında həkimim. Məsələ buradadır ki, indiki dövrdə bu əlamətlərdən
azad olmaq üçün 5-ci boyuta yüksəlişə nail ola bilmək üçün 5-ci boyut haqqında əvvəllər çox danışmışıq. İndi bundan sonraki videolarda da yenə danışacağım. Hal-hazırki bu videoda isə o problemlərdən necə qorunmaq və çəkinmək, onlardan necə keçmək mümkündür, onları deyirəm. Demək, daha çox istirahətə fikir vermək, yəni o görünən simptomların aradan qalxması, normal yuxu yatmaq mümkün olduğu qədər, yuxu saatlarının sayını imkan olduqca artırmaq, 7-8 saat, bəzən daha çox. Çünki beyin daha çox yuxu zamanı o problemlərdən azad olur, təmizlənir. Qidalanmada maksimum dərəcədə yüngül qidalara, daha çox bitki mənşəli, tərəvəz, meyvə, sulu qidalara diqqət yetirmək, yağlı, qızardılmış və ətli qidalardan maksimum dərəcədə az istifadə eləmək, maksimum dərəcədə şəkər və şəkərli yeməklərdən, şirniyyatlardan az istifadə eləmək, onların içərisində daha çox meyvələrə və bala üstünlük vermək, meditasiyalar eləmək, afirmasiyalar, yəni olumlamalar hər gün eləmək, tənəffüs texnikalarından bol-bol istifadə eləmək, bu tənəffüs texnikaları haqqında ayrıca əlavə videolarım olacaq. Ondan sonra maksimum dərəcədə insanlarla mübahisə etməkdən çəkinmək, maksimum dərəcədə daxili sakitlik, sabitlik yaratmaq, əsəb sisteminin sakit olması üçün təbiətlə bol-bol ünsiyyətdə olmaq, parklarda gəzişmək, yaşıllıqlar, bitkilərlə, otlarla, heyvanlarla ünsiyyətdə olmaq. Çünki bunlar insan streslərdən azad edir və bu 21-nə qədər olan dövrdə bu dediklərimə xüsusi diqqət yetirmək. Daha çox şeyləri sizinlə bölüşmək istərdim, amma uzun bir video ilə sizi yormaq istəmirəm. Növbəti videomuzda, yəni bundan sonraki videoda 21-dən sonra baş verəcək hadisələr, onlara münasibət. Bir də orada bir məsələ var, bugün hamını daha çox narahat eləyir. 3 ay Atlas deyilən bir kometa kimi insanlara təqdim olunan bir göy cismi var. O, Günəş sisteminə daxil olub. Çoxları və xüsusən də kütləvi informasiya vasitələri cürbəcür qorxulu versiyalarla insanları qorxutmaq, onların enerji vibrasiya səviyyəsinin yüksəlməyinə mane olmaq, onların 5-ci boyuta yüksəlməsini maksimum dərəcədə əngəlləmək, bu prosesləri bacardıqları qədər uzatmaq üçün heç mümkün olmayacağını bilirlər ki, nə qədər çalışsalar da bu prosesin qarşısı alınmayacaq. Amma mümkün qədər bu prosesi uzatmaq üçün o 3 ay Atlas, bəziləri 3 i deyilir, amma ingiliscə i yazılır, bizim ay da oxunur, 3 ay, mən də ingilis versiyasını deyirəm. 3 ay Atlas kometa deyil o kosmik gəmidir, yüksək inkişaf etmiş sivilizasiyaların nümayəndələri var. O kosmik gəmidə yer kürəsi hazırda bütün qalaktikaların diqqət mərkəzindədir. Bütövlükdə kainatın diqqət mərkəzindədir. Yer planetində gedən hadisələri maksimum dərəcədə kənar müdaxilələrdən qorumaq üçün yerin ətrafı bütövlükdə ali sivilizasiyaların, kosmik güclərin demək əhatəsindədir. Yerdə 3-cü boyutun matrisası sürətlə dağılır və 5-ci boyutun matrisası qurulur, həyata keçirilir və o 5-ci boyutun matrisası tam həyata keçirilməsi üçün böyük ehtimalla ola bilər ki, bu ilin sonuna qədər
bir müddət, qısa bir müddət, 3 günlük müddət ola bilər ki, həmin müddətdə yerdəki köhnə sistemləri ləğv eləmək üçün elektriklər dayandırıla bilər, demək, internet dayandırıla bilər, telefonlar işləməyə bilər və sadəcə bu sistemi, köhnə sistemi tamamilə çıxdaş eləmək üçün belə bir şeylər ola bilər. Bu mütləq deyil, amma belə bir ehtimal var. Bu ilin sonuna yaxın, dekabr ayında belə bir şeylərin ola biləcəyi gözlənilir. O vaxt olsa bundan qətiyyən qorxmaq lazım deyil. Bu elə bir köhnə bir binanın artıq uçub dağılmaqda olan bir binanın təmizləyib yerində yeni bir binanın tikilməsi kimi. 3-cü boyutun yerinə 5-ci boyutun bərqərar olması kimi qəbul etmək lazımdır. Və bu proses sürətlə gedir. Bu qarşısı alınmaz bir prosesdir. Bu 5-ci boyut haqqında geniş məlumatları inşallah növbəti videomuzda sizə göstərəcəm. Diqqətinizə görə çox sağ olun. Əgər buradan özünüz üçün maraqlı bir məlumat əldə elədinizsə və o məlumatları başqalarını da bilmək istəyirsinizsə, videonu başqaları ilə paylaşa bilərsiniz. Bəyəndinizsə, ora bəyəni işarəsi ata bilərsiniz və istəyənlər sonraki videolardan və başqa videolardan da xəbərdar olmaq üçün abunə ola bilərlər. İndi isə hamınıza təşəkkür edirəm. Növbəti videoda görüşənə qədər sağ olun.